Python proqramlaşdırma mövzusu ilə davam edirik və bu gün biz siyahılar barəsində sizlərlə danışacağıq. Siyahılarla bağlı bu ilk dərsimizdir. Dərsimizin birinci hissəsidir. Amma danışmazdan öncə bir şeyi xatırlayaq ki, biz dedik ki, Python proqramlaşdırma dilində dəyişənin tipi əvvəlcədən elan olunmur. Yəni bu o deməkdir ki, məsəl üçün mən yazıram A bərabər 425. Əlbəttə ki, bu integer, tam ədəd tipində olan bir dəyişənə tip vermişik və yaxud da yazıram B bərabərdir 3,63. Bu da str, üzr istəyirəm, float tipində olan bir dəyişəndir. Yəni biz dəyişənə uyğun sintaksisə uyğun olaraq, yəni bir qiymət, dəyər mənimsətdikdə avtomatik olaraq dəyişənin tipi Python tərəfindən qəbul edilir. Və biz bunu istənilən yerdə proqramın əvvəlində, ortasında, sonunda harda versək, Python onu yazı sintaksinə uyğun olaraq tipini qəbul edir. Məsəl üçün yazsaq dırnaqda salam, dırnaqda yazdığımıza görə C dəyişəninin tipi str olaraq başa düşülür. Və yaxud da D bərabərdir qoşa dırnaqda tutaq ki 1452, əlbəttə ki string tipində başa düşülür. Yəni biz dəyişənin adını qəbul edirik, bərabər işarəsi qoyuruq və mənimsətdiyimiz dəyərin yazılış qaydasına, sintaksisinə uyğun olaraq dəyişənin tipi təyin olunur Python tərəfindən. Bunu ayrıca elan etməyə ehtiyac yoxdur. İndi bu gün də biz sizlərlə baxacağıq siyahılara. Siyahıların göstərilməsi üçün bizim sintaksisimiz kvadrat mötərizədir. Bu qədər. Kvadrat mötərizə. Yəni kvadrat mötərizə açılır və bağlanılır və kvadrat mötərizə yazmışıqsa artıq A dəyişəni siyahı tipində, list tipində başa düşülür. Məsəl üçün bu elə yeri gəlmişkən deyək ki, boş bir siyahıdır. Məsələn, başqa bir nümunə götürək. B bərabərdir. Bir kvadrat mötərizə açıb bağlayaq. Məsələn, bura müxtəlif elementlər yazaq. Demək, onda biz belə başa düşürük ki, siyahının mənası nədir? Siyahı müxtəlif sayda elementlərdən ibarət olan bir obyektdir. Və bu elementlər bir-birindən ayrılır vergül işarəsi ilə. Məsəl üçün, bizim B siyahımız ədədlərdən ibarət bir siyahıdır. Və ya daha dəqiq desək, tam ədədlərdən ibarət siyahı. Yaxşı, siyahıda başqa dəyişən tiplərindən də vermək olarmı? Başqa tiplərdə də verilənlər göstərmək olarmı? Bəli, olar. Məsəl üçün, belə bir siyahı götürürəm. 4,25, 3,63, 5,25 bu formada. Yenə də həqiqi ədədlərdən ibarət siyahı bu formada. Demək, siyahının müxtəlif elementlərdən ibarət olur, çoxlu sayda elementlərdən və bu elementlər biri digərindən vergül vasitəsilə ayrılır. Yaxşı, belə bir nümunə götürək. D bərabərdir. Dırnaqda salam bu formada və yaxud da dırnaqda dünya və yaxud da dırnaqda 1452. Siyahının bütün elementləri ayrı-ayrılıqda sətr tipində ola bilərmi? Bəli, sətr tipli elementlərdən ibarət bir siyahı. Yaxşı. Gəlir indi son sualımız. Siyahının elementləri müxtəlif tipdə ola bilərmi? Cavab bəli. Məsəl üçün, Y adlı bir siyahı götürürəm. Bura 425 yazıram, əlbəttə ki, integer tipindədir. 3,63 yazıram, əlbəttə float tipindədir. Salam yazıram, string tipindədir. Və hətta siyahı daxilində başqa bir siyahı da saxlamaq olarmı? Olar. Bəli, olar. Belə bir müxtəlif tipli elementlərdən ibarət siyahı. Müxtəlif tipli elementlərdən ibarət bir siyahı. Və burada siyahının bir elementi int tipindədir, digəri float, digəri string, digəri list və int tipində. Bax, belə bir siyahı da hazırlamaq olar. Onda siyahının tərifini biz biraz da genişləndirsək, daxilində eyni və ya müxtəlif tipli elementlər saxlayan bir
obyekt siyahının belə bir tərifini vermək olar. Gələk digər məsələyə, əgər buraya qədər problem yoxdursa, başa düşdük ki, siyahıda müxtəlif sayda elementlər olur. Bu elementlər eyni tipdə də ola bilər, müxtəlif tipdə də ola bilər. Yaxşı, siyahının elementlərinə müraciət etmək üçün bizim üsulumuz nədir? Siyahının elementlərinə. Məsələn, hər hansı bir siyahı götürək. İndi mən normalda ədədlərdən ibarət siyahı götürəcəm. Çünki daha bir dəfə izah etdik ki, siyahıda müxtəlif tiplilər də olar. Siyahının elementlərinə müraciət forması eyni ilə sətirlərdə olduğu kimidir. Ona görə də sətirlərdə sətrin simvollarına hansı formada müraciət edirdiksə, siyahılarda da həmən formada müraciət edəcəyik. Yəni qısacası desək, siyahının elementlərinə sətirdə olduğu kimi indekslər vasitəsilə müraciət etmək mümkündür. İndeksləmə. Və əgər indeksləmə soldan sağa doğru gedirsə, soldan sağa doğru, bu halda indeksləmə başlayır sıfırdan. Bunu da sətirlərdə qeyd eləmişdik. Bu da bir təkrar olsun. İndeksləmə soldan sağa doğru getsək, sıfırdan başlayır. Yəni burada 14-ün indeksi 0, 26-da 1, -36-da 2, 525-də 3 və s. Onda biz siyahının sıfırıncı, birinci və ya hər hansı bir indeksində olan elementi necə əldə edə bilərik? Bu yazılış sintaksisi də eyni ilə sətirlərdə olduğu kimidir. Məsəl üçün yazırıq ki, print chapet A siyahısından ikinci indeksdə duran elementi və proqramı run edirik. -36 qiyməti ki, bu sıfırdır, bu birdir, bu da ikinci indeksidir. -36 nəticəsini ekranda görmüş oluruq. Bax, bu yazılış forması sətirlərdə də bu qayda ilədir. Yaxşı, əgər indeksləmə sağdan sola doğru gedirsə, onda biz bilirik ki, indeksləmə sağdan sola doğru getdikdə -1-dən başlayır. Yəni, burada 145-in indeksi -1-dir, 36-nın indeksi -2-dir, 21-in indeksi -3-dür və s. Məsəl üçün, mən yazsam ki, print chapet A siyahısından -2-ci indeksdə olan elementi, -1 budur, -2 də 36-dır, ekrana 36 qiyməti çıxmış olacaq. Bu da öz yerində. Bunlar qalsın bu hissədə. Davam edək biz indeks məsələsinə. Daha sonra indekslərlə bağlı biz sətirlərdə başqa nə demişdik? Demişdik ki, sətrin iki indekslə ayrılmış hissəsinə kəsik deyilir. Və bu qayda eynilə siyahı üçündə keçərlidir. Onun da yazılış forması yenə də sətirlərdə olduğu kimi print chapet A siyahısından deyək ki, 2-dən başlayaraq 5-ə qədər. Bu formada ekrana run etsək, çap etsək və 2-dən başladı, -36, 3, 525, 4, 36 və sonuncu qiymət əlbəttə ki, daxil deyildir. Eyni ilə sətirlərdə olduğu kimi. Və yaxud da print chapet desəm A siyahısından qoşa nöqtə 4 desəm, əgər birinci indeks kəsikdə göstərilməyibsə, o deməkdir ki, əvvəldən başlayaq. Sətirlərdə də belə idi. Bu formada yazsaq nəticəmiz olacaq 0-dan 4-ə qədər 4 özü daxil deyil. 0, 1, 2 və 3 bu formada. Və yaxud da desəm print chap et A siyahısından 2-dən başlayaraq və son qiyməti göstərməsək, bu da o demək idi ki, 2-dən axıra qədər nəticəni də ekranda görürük. Belə bir nəticə ilə qarşılaşacağıq. Və yaxud da yazsaq print A siyahısından qoşa nöqtə sadəcə. Qoşa nöqtə və bu formada yazdım. Yəni, nə başlanğıc yazmadım, nə də son yazmadım. Onda bütövlükdə biz əvvəldən başlayaraq axıra qədər siyahını əldə etmiş olacağıq. Bu formada olmuş olacaq.
Siyahılarla bağlı, yəni kəsiklərlə bağlı bir məsələni də nəzərə çatdıraq. Bu hissəni mən alım şərhə, yuxarıda siyahımız qalsın, onun üzərində işləyəcəyik, yəni. Deyək ki, məsələn, belə bir şey yazırıq. Print deyirəm, çap et. A siyahısından 1-dən başlayaraq 5-ə qədər, 6-ya qədər deyək. Qoşa nöqtə 2 addımdan. Axı burada addım da var idi. Bəs bayaqdan biz addım yazmırıq. Bayaqdan addım yazmırıqsa onun mənası bir deməkdir. Okay? Bir yaza da bilərik, yazmaya da bilərik. Yəni burada da işləmə qaydası eyni ilə foreign range dövründə olan qayda ilədir. Başlanğıc qiymət start, son qiymət stop və step addım. Bu formada versək, 1-dən başlayacaq 1, 2 addımla 525, daha sonra da 21, 6-ya qədər, 6 özü daxil deyildir. 26, 525 və 21. Bu formada bir nəticə alacağıq. Və yaxud da belə bir şey yazaq. Print çap et A siyahısından qoşa nöqtə əvvəldən başla, qoşa nöqtə axıra qədər. Amma addımı -1 verəndə bilirik ki, addım mənfi olanda biz sağdan sola doğru gedirik. Və bu yazılış forması ilə biz siyahını tərsdən almış olacağıq. Baxsaq yuxarıdakı siyahıya tərsinəsini almış oluruq bu formada. Hansı ki, bu üsulla biz sətri də tərsinə çevirirdik. Məsəl üçün yazırıq ki, A bərabərdir dırnaqda salam. Məsələn, print A kvadrat mötərizə qoşa nöqtə -1. Bu formada verəndə salam sözü tərsinə çevrildi. Eyni ilə bu qayda ilə biz siyahını da tərsinə çevirə bilərik. Bu hissə də kəsiklərlə bağlı olan məsələmizdir. İndi indekslərdən danışırıq, kəsiklərdən danışırıq. Yəni indeks deməsək kəsiyi biz deyə bilmərik əlbəttə ki. Gəlin bax bu siyahını biz bir daha da götürək və bu siyahı üzərində də bəzi işlər görək. Siyahını əlbəttə ki, hər hansı bir dəyişənə mənimsədək bu formada, buradakı siyahını da şərhə alaq və qayıdaq bura. Yaxşı, indi bir məsələ var. Baxın, bu siyahıda müxtəlif tipli elementlər var. Burası aydın. Məsəl üçün, mən yazsam ki, print A siyahısından kvadrat mötərizə 1, birinci indeksə duran elementi çap et. Ekrana nə gedəcək? 3,63. Yəni birinci indeksdə duran qiymət. Bu öz yerində. İndi bax burada sıfırıncı indeks, birinci indeks, ikinci indeks, üçüncü indeksi verək çapa. Print çap et. A-nın üçüncü indeksinə duran elementi. Görək ekrana nə gedəcək? Ekrana siyaha getdi. Niyə? Çünki üçüncü indeksdən özündə element olaraq siyaha dayanmışdı. Ona görə də bu formada verəndə həmən indeksdə duran siyahı ekrana çıxır. Okey. Yaxşı, indi bəs mən bu siyahının, bax bu element ki, siyahı dayanıb üçüncü indeksə, bu siyahının məsəl üçün bu elementinə necə müraciət edə bilərəm? Ona baxaq. Deyirəm print çap et. A siyahısından üçüncü indeksə duran elementi. Bunu bildik. Bu üçüncü indeksə duran element nədir? 4, 2, 5 ədədlərdən ibarət bir siyahıdır. Bax, həmən siyahının, bax bunun nəticəsi bir siyahıdır. Fikir ver, bax burada siyahı alınıb. Biz də siyahının yanına kvadrat mötərizə qoyub indeks yazsaq, məsəl üçün 1. Həmən siyahının birinci indeksdən duran element, yəni 2 qiyməti ekrana çıxacaq. Bu formada çap etsək, 2 qiyməti ekrana çıxmış olur. Problem varmı? Demək ki, əgər alınan indeksdə alınan element siyahıdırsa, bax bu görürsən siyahı verir nəticəsinə bax siyahı. Siyahının yanına da indeks yazsaq, həmən siyahının həmən indeksdə olan elementini ekrana çap etmiş olacaq. Yaxşı, birdən mən belə bir şey yazsam, print çap et A siyahısından birinci indeksdə duran elementin, deyək ki, üçüncü indeksində olan elementini. Axı burada baxsaq, birinci indeksdə duran element 3,63-dür. Yəni bu bir siyahı deyil. Bu bir float tipində olan ədəddir. Ədədə də indekslə müraciət etmək mümkün deyildir. Ona görə də bax belə bir errorla qarşılaşacağıq ki, float tipinə bunu etmək olmaz və yaxud da int tipinə bunu etmək olmaz. Hər ehtimal bunu da qeyd elədik ki, bax bu belə bir errorla qarşılaşmış olacağıq. İndi Aa, sual varsa aha. sual varsa buyurun.
Ya da səsi kəsin. Tamam. Ha, İndi davam edək buradan. Davam edək. Deməli, başqa bir məsələ nədir? Siyahılarla bağlı. Sətirlərlə bağlı iki dənə şey yenə də yadımıza salaq. Bax, görürsüz, siyahı ilə sətirdə uyğunluqlar çoxdur. Oxşar cəhətli, fərqli cəhətləri də var, onu deyəcəyik, ora da gələcəyik, Allah qoysa. Amma uyğun yerlərindən hələ ki, oxşar olan yerlərdən danışırıq. Məsəl üçün yazıram ki, A bərabərdir dırnaqda salam bu formada və e, yazıram ki, print, çap et, A-nı vur 2-yə. Normalda, yəni məntiqimizə uyğun olaraq sətri ədədə vurmaq olmaz. Biri int, biri də string tipindədir. Və amma Pythonda biz demişik ki, sətri ədədə vurmaq onun təkrarlanma sayını göstərmək deməkdir. Ona görə də bu formada versə ekrana salam, salam. 3 vursaydım 3 dəfə salam çıxacaqdı öz yerində. Bu formada olacaq. Bu qayda siyahı üçün də keçərlidirmi? Yəni burada nəticəmiz olacaq salam, salam. Amma gəl baxaq görək siyahıda necə baş verəcək bu məsələ. Yəni, kiçik bir siyahı götürək, məsələn 1, 4, 5 və deyək ki, print çap et A-nı vuraq 2-yə. Yəni A siyahısını 2-yə vuraq. A siyahısını 2-yə vursaq və run etsək, 1-4-5, 1-4-5. Demək ki, bu qayda siyahı üçündə keçərlidir. Yəni siyahını əldə vurmaq onun təkrarlanma sayını göstərmək deməkdir. Buraya qədər sual varmı? Digər bir məsələ yenə də sətirlərdən yadımıza salaq. Bizə dəqiqə üzr istəyirəm, üzr istəyirəm. Davam edirik. Deməli, bu sətirlərlə bağlı bu məsələdə dedik ki, əgər sətri biz hansısa bir ərədə vursaq, bu onun təkrarlanma sayını göstərir. Bu siyahı üçün də keçərlidir. Digər bir məsələni yadımıza salaq. Məsəl üçün belə bir şeydir. Bir başqa printdə yazaq. Print məsəl üçün dırnaqda salam, üzərinə gələk dırnaqda dünya. İki sətrin toplanma məsələsi də dedik ki, Python proqramlaşdırma dilində və bir çox proqramlaşdırma dillərində onların birləşdirilməsi mənasındadır. Ona görə də burada biz run etsək, salam dünya sözü birlikdə ekrana çıxacaq. İndi bu qayda ilə biz hər hansı iki siyahını da birləşdirə bilərikmi? Gəlin ona baxaq. Məsəl üçün bir A siyahısı götürək, balaca bir şey olsun, çox uzatmayaq bu formada. Bir də B siyahısı olsun. Deyək ki, kvadrat mötərizə 54, 125, 125, məsələn 36. Bir dəyişənə mənimsə də məsəl üçün C bərabərdir A plus B və print C. Bu formada yazsaq, bunları da alaq şərhə. Bu formada yazsaq görək iki siyahını birləşdirə bilirikmi? Run etsək, baxın iki siyahı bu formada ardıcıl olaraq birləşdirilmiş oldu. Demək ki, sətirlərlə bağlı dediyimiz bu iki məsələ siyahılar üçün də keçərlidir. Bu da öz yerində. Bu hissəni də alırıq şərhə. Buraya qədər danışdığımız hissələr bizim deməli sətrlə bağlı və siyahı ilə bağlı dediyimiz əksərən oxşar, eyni olan məsələlər idi. Bir dənə fərqimiz nə oldu? Siyahıda müxtəlif tipli elementlər saxlayırıq və sətirlər isə bütöv bir dəyişən formasında olur və sətrin bütün simvolları da string tipindədir, amma siyahıda müxtəlif tipli ola bilər. İndi gəlin siyahı ilə sətrin təməl fərqlərindən birinə baxaq. Biz sətirləri danışan dedik ki, sətirlər immutable obyektlərdir, yəni dəyişdirilə bilməyən obyektlərdir. Amma siyahılar belə deyil. Siyahılar mutable, yəni dəyişdirilə bilən e, obyektlərdir. Dəyişdirilə bilən obyektlərdir. Yəni biz rahatlıqla hər hansı bir siyahıya yeni element əlavə edə bilərik. Hər hansı bir elementi silə bilərik. Hər hansı bir elementi başqa bir element ilə əvəz edə bilərik. İndi gəlin bununla bağlı metodlara baxaq. Əvvəla belə bir şey deyək. Məsəl üçün bu siyahıya yeni bir element əlavə etmək. İki üsul təklif edəcəyik biz sizlərlə. Məsələn bu A siyahısına hər hansı bir element əlavə edək. Yazıram ki A.append. A.append. Məsəl üçün tutaq ki 1452 və print A.
Bu formada yazsaq, ekrana verək görək ekrana nə çıxır və nəticəsini də özümüz təyin edək. Baxıram yuxarıdakı siyahıya və baxıram nəticəyə. Belə başa düşürəm ki, append-ın təyinatı siyahının sonuna element əlavə etməkdir. Yəni bu həmişə siyahının sonuna element əlavə edir. Bu formada nəticəni də bura yerləşdirək bu formada. İndi burada bir məsələyə diqqət eləyək. Baxın, mən burada a.append yazısını hər hansı bir dəyişənə mənimsətmədim. Normalda biz sətirlərlə bağlı metodlarda belə öyrənmişdik ki, məsəl üçün deyək də, a bərabərdir dırnaqda salam və tutaq ki, a bərabərdir a.upper bu formada və print a. Bu formada yazanda, bəli, salam sözünün bütün simvolları böyük hərflərlə əvəz olunur. Amma burada sadəcə A.append yazdım və sətirlərdə belə bir biz forma icra etsəydik, heç bir dəyişiklik olmayacaqdı. Çünki sətir üzərində dəyişiklik aparıla biləcək bir obyekt deyildi. Ona görə də onu mütləq hansısa bir dəyişən mənimsətmək lazım idi. Amma siyahı mutable olduğuna görə bunu hansısa bir dəyişənə mənimsətmək lazım deyil. Bax, sintaksislərə gərək diqqətli olaq. Və bu sintaksis fərqi də nədən qaynaqlanır? Siyahı və sətrin təməl olaraq mutable və immutable olmasından qaynaqlanır. Bunlara xüsusi fikir vermək lazımdır. Nəsə, mən bu hissəni pozuram, haşiyədən kənara çıxdıq, xatırlatma etdik. Gələk digər məsələyə. Dedik ki, append metodu vasitəsilə biz siyahıya yeni element əlavə edirik və bu element həmişə sona əlavə olunur. İndi bəlkə biz sona əlavə etmək istəmirik. Bunun başqa bir yolu varmı? Bəli, var. Bəli, var. Ona görə də bu siyahını təkrar mən burada götürürəm, bunları atıram şərhə və deyirəm ki, A.insert əlavə et. Hara? Məsəl üçün ikinci indeksə. Nəyi? Məsəl üçün deyək 368-i. Bu formada yazanda və print A eləyəndə biz ikinci indeksə 368 elementini əlavə edirik. İkinci indeksə. Hal-hazırda ikinci indeksdə bizdə -36 dayanıb. İndi gəlin run edək. Baxın, ikinci indeksdə 368 dayanmış olacaq bu formada nəticəmiz. Yəni, lazımi yerə, demək, onda insertin mənası nədir? Göstərilmiş indeksə də axıra yox, göstərilmiş indeksə lazımi elementi əlavə etmək bu formada qısaca yazdım. Kitabda zaten geniş şəkildə nümunələrlə izahlarını vermişəm. Orada təkrar bir daha da baxacaqsınız. Bu formada, yəni burada indeks və object sözləri yazılmamalıdır. Yəni siz sadəcə belə yazacaqsınız da bu formada. Məsəl üçün deyək, A.insert, məsəl üçün 2, 368 bu formada yazsam kifayət edir. Bu PyCharm bizə kömək məqsədi ilə birinci yazılanın indeks, ikinci yazılan obyekt olduğunu, yəni element olduğunu bildirmək üçün belə bir kömək məqsədi edir. Normalda yəni testlərdə və yazı işlərində bu formada yazacaqsınız. O da öz yerində. Digər bir məsələ. Bu ikisi oldu bizdə siyahıya element əlavə etməyin yolları. Yaxşı, hər hansı bir elementi silə bilərikmi siyahıdan? Bəli. Bunun üçün də iki üsul təklif olunacaq. Bunlardan birincisi del funksiyası. Bunun vasitəsilə biz demək A siyahısından hər hansı bir indeksdə duran elementi silə bilərik. Məsəl üçün del A siyahısından 3-cü elementi və print A. Bu olur ki, 3-cü indeksdə duran elementi, yəni 525-i sil mənasındadır və nəticəyə baxsaq, həqiqətən də həmən indeksdə duran element silinib. Amma bir daha xüsusi formada qeyd edirəm ki, yazı sintaksislərinə diqqətli olun. Baxın, del yazılanda A.del yazılmır. Hansısa bir dəyişənə mənimsədilmir. Sadəcə del, siyahının adı və kvadrat mötərizədə indeks yazılır. Və bunun da təyinatı göstərilmiş indeksdə olan elementi silir. Bax, belə bir məsələ. İndi, məsələn, biz indeksinə görə yox, elementin özünə görə silmə əməliyyatı aparmaq istəyirik. Məsəl üçün, burada belə bir siyahı götürək. Deyək ki, mən buradan silmək istəyirəm. Nəm olsun 26-nı silmək istəyirəm və 26-nın neçənci indeksi olduğunu bilmirəm. Sadəcə siyahımda olan 26-nı silmək istəyirəm. Bunun üçün bizə lazımdır A.remove.
mötərizədə artıq bu dəfə elementin birbaşa özü göstərilir və A siyahısından 26 elementi silinmiş olacaq. Bu formada nəticəyə də baxsaz o element oradan silinib. Okey, yaxşı. Desək ki, biz burada A siyahısını götürək və bu dəfə A.remove edək. A.remove. Və bu dəfə silək, məsəl üçün deyək 36-nı silək və print A. Baxıram ki, bu siyahıda 36 bir burada var, bir də burada var. Və nəticəyə baxaq, görək nəticəyə uyğun özümüz də nəticə çıxardaq ki, bu remove necə işləyir. Əgər ikisini də silsə, başa düşəcəyik ki, 36 olan bütün elementləri silir. Yox, əgər birini silsə, birini saxlasa, saxlama yerindən də başa düşəcəyik ki, hansını silir, hansını saxlayır. Və ya hansını silir, hansıları saxlayır. Burada yəni 36, 4 dənə, 5 dənə də ola bilərdi. Və run etsəm, fikir verək görək. 36-nın biri qalıb və hansı qalıb? 21 ilə 45 arasında olan 36 qalıb. 525 ilə 21 arasında olan 36 silinib. Onda belə nəticə çıxır ki, remove-un təyinatı göstərilmiş elementdən ilk rast gəldiyini silir. Yəni bir dənə silmə imkanı var. Və nəticə də göz qarşısındadır ki, 36-nın birinci rast gəldiyi 36-nı silir və digərlərini saxlayıb. Bax, remove-un da belə bir qaydası var. Və bu iki üsulla biz nə öyrəndik? Siyahıdan hər hansı bir elementin silinməsi məsələsi. Yaxşı, siyahıdakı hər hansı bir elementi başqa bir elementlə əvəz edə bilərikmi? Bax, belə bir siyahı verirəm yenə də. Başqa bir elementlə əvəz etmək mümkündürmü? Bəli, mümkündür. Əslində əvəz etmək nədir? Bir baxımdan baxsa, məsəl üçün 525-i əvəz etmək istəyirəm, tutaq ki, deyirəm 19-la. Onda 525-i silməliyəm, 19-u da əlavə etməliyəm. Bu iki ardıcıl proses etməkdənsə, siyahılar bunu daha rahat formada bizə təklif edir. Nə təklif edir? Deyir ki, A siyahısından 525-in indeksi 3-dür. Bərabər olsun 19-a və print A. Bu formada baxsaq, baxın 525 19 ilə əvəz olundu. Yəni bir dəfə silmək, sonra da əlavə etməkdənsə, əvəz etmək daha rahat bir üsuldur. Yenə də sintaksə diqqətli olmaq lazımdır gözəl insanlar. Heç bir dəyişənə filan mənimsədilmir. Sadəcə siyahının adı yazılır və indeksi göstərilir. Nə ilə əvəz ediləcək, o da qeyd olunur. Siyahıda hər hansı indeksdə bunu qeyd eləyək ki, mütləq biləsən ki, indeksdə duran elementin başqa bir elementlə əvəzlənməsi. Belə qısaca belə bir izah verək buna da bu formada. Və bu metodlardan da biz başa düşürük ki, gözəl insanlar, siyahılar dəyişdirilə bilən obyektlərdir. Biz buradan rahatlıqla elementləri silə, əlavə edə və əvəzləyə bilərik. Bu da öz yerində. İndi gələk siyahılarla bağlı başqa metodlara baxaq. Görək başqa metodlar varmı? Bəli, var. Məsəl üçün siyahı ilə bağlı bir digər metodumuz sort metodudur. Sort. Yenə də heç bir dəyişən falan mənimsətməyə ehtiyac yoxdur dedik. A.sort və print A. Sort metodu siyahının elementlərini azdan çoxa doğru düzmək üçün istifadə olunur və run etsəm və nəticəyə də siz də baxsaz və siyahını da belə bu formada göstərsək, -36, 14, 21, 26, 36, 36 bu formada nəticə də bunu bizə göstərmiş olur. Bu birinci məsələ. Yaxşı, deyək ki, hər hansı bir B siyahısı götürürəm və burada yazacağım dırnaqda, məsəl üçün salam tutaq ki, və dırnaqda dünya, məsələn, və dırnaqda deyək ki, kitab bu formada. Və bu B siyahısını biz sort edə bilərikmi? Cavab bəli. Və bunun cavabının bəli olmağı ilk başlarda bizə təəccüblü görünə bilərdi, amma biz sətirləri keçmişiksə, artıq bu da bizə təəccüblü görünməməlidir. Niyə? Çünki biz sətirləri də müqayisə edə bilirik. Sətirlərin müqayisəsi. Və əlbəttə ki, sətirlərin müqayisəsi əsaslanır onların ASCII kod sistemindəki mövqeyinə əsasən.
Sətirlərin müqayisəsi ASCII kod sistemi mövqeyə əsasən gedir və ASCII kod sistemindəki mövqeyi biz bir daha da xatırlatma etsək, rəqəmlər bizdə dırnaqda 0 başlayır neçədən? 48-dən ta bu gedir dırnaqda 9 bitir 57-də. Birinci məsələ. İndi orada başqa simvollar da var, ehtiyac yoxdur. Böyük A simvolu, böyük A simvolu başlayır bizdə 65-dən ta bu böyük hərflər gedir. Böyük Z simvolunda dayansa, o da olur bizdə 90. 26 hərf, 65, 90 hər ikisi daxildir ingilis əlifbası. Və balaca A simvolu başlayır bizdə 97-dən və bu da davam edir. Balaca Z simvolu olur bizdə 122. Yəni də 26-dan balaca hərf. Və bu mövqeyə görə artıq bəllidir ki, balaca hərflər hamısından böyük olur. Böyük hərflər balaca hərflərdən kiçikdir, ədədlərdən böyük, rəqəmlərdən böyükdür, rəqəmlər ən kiçiyidir. Və bunu əsasən müqayisə etsək, baxın burada K hərfi böyüklə yazıldığına görə ən balacası budur. Daha sonra dünya sözü D hərfi ilə başlayıb, salam sözü də S. Hər ikisi də balaca hərfdir. Artıq bunların əlifbadakı mövqelərini müqayisə etsək, əlbəttə birinci D gəlir, daha sonra axırlarda S gəlir. Və bu formada biz ekrana run etsək, birinci kitab, daha sonra dünya, daha sonra da ekrana salam sözləri çıxacaq. Demək, sətirlərin də müqayisəsi mümkündür. Ona görə də sətirlərdən ibarət siyahını da sort etmək mümkündür. Bu da öz yerində. Yaxşı, indi belə bir misal versək, belə bir nümunə versək. Məsəl üçün deyək ki, C bərabərdir, belə bir siyahı verirəm. 425 dırnaqda salam və. Məsəl üçün 3,63 müxtəlif elementlərdən ibarət bir siyahı. Və bu siyahını C nöqtə sort edəcəm və print C eləyəcəm. Müxtəlif elementlərdən ibarət olan siyahı olarsa, bu zaman sort məsələsi əmələ gəlməyəcək, bizə error verəcək. Çünki biz ədədlə sətri müqayisə edə bilmərik, gözəl insanlar. Ona görə də bu bizə error verəcək. Burada deyərsən ki, müəllim, bəs burada müqayisə elədik axı. Məsələn, burada lap deyək ki, bu siyahıda vergül qoyaq, məsələn, yazaq 1452 bu formada və istəyirsiniz bunları şərhdən çıxardım, mən təkrarən də run edim buna şərhə atmaq şərti ilə. İndi burada müqayisə gedəcəkmi? Bəli, gedəcək. Niyə görə? Çünki hamısı burada nədir? Hamısı burada stringdir. 1452 özü də stringdir. Niyə? Çünki dırnaqda yazılıb. Çünki yazı sintaksi dediyimiz kimi önəmlidir. 1452-ni sadəcə 1452 yazsaydım error idi. Amma dırnaqda yazdığıma görə simvoldur və bir simvolunun ASCII kodu da burada bax bu aralıqda qeyd olunub. Ona görə də bunun müqayisəsi mümkündür. Ən balacası 1 ilə başlayan olacaq. Bu formada nəticəni də təkrar yeniləyək. Bu formada olacaq. Amma qayıdırıq təzədən əvvəl digər məsələmizə. Amma bu formada yazanda gözəl insanlar, burada artıq 425 dırnaqda deyil. Yəni bu bir ədəddir. Ədədi də stringlə müqayisə etmək olmaz. Bunu da dəqiqləşdirmiş olduq. Yaxşı. Siyahılarla bağlı görək digər bir məsələmiz nədir? Metodlardan. Bu sort metodudur. Başqa bir metodumuz siyahı ilə bağlı reverse metodudur. Reverse metodunu yazıram A.reverse bu formada və print A. Və burada nəticəyə baxıb özünüz təyin edin. Görün nə baş verir. Özünüz təyin edək. Yəni çətin bir şey deyil. Siyahıya baxıram, nəticəyə baxıram, görürəm ki, siyahı tərsdən düzülmüşdür sadəcə. Tərsdən düzülüb. Yəni bunun təyinatı siyahını tərsinə düzmək bu formada qısaca izah versək, vermək olar. Tərsinə düzmək anlayışı bəzən şagirdlərdə yanlışlıq yaradır. Çoxdan aza demədim. Sadəcə tərsinə dedim. Bax, 145 gəlib, 36, 21, təzədən 36, təzədən artı 5, 25. Yəni burada bir sıra yoxdur. Sadəcə tərsinə düzməkdir bunun mənası. Yaxşı, biz indi həqiqətən də desək ki, siyahını çoxdan aza düzmək istəyirik.
İndi həqiqətən bunu istəyirik. Çoxdan aza düzmək. Məsəl üçün belə bu siyahını götürürəm və deyirəm ki, bax bu siyahını çoxdan aza düzmək lazımdır. Onun üçün əvvəl nə edərəm? Onun üçün əvvəl siyahını sort edərəm, azdan çoxa düzərəm. Daha sonra da siyahını reverse edərəm, çoxdan aza düzərəm. Tərsinə düzsəm, azdan çoxanın tərsinə düzəndə çoxdan az olacaq. Və print A eləsək bu formada və run etsəm və fikir versən siyahı tərsinə düzülmüş oldu. Yəni çoxdan aza düzülmüş oldu. Sadəcə reverse etsəm sadəcə tərsinə düzəldi. Bunu da qeyd elədik. Bu siyahılarla bağlı bizim digər bir metodumuzdur. İndi gəlin baxaq görək ki, başqa nə qeyd etmək olar siyahılarla bağlı. Yəni də bu bir siyahı götürürəm buradan və digər bir metodumuz siyahı ilə bağlı belə bir metoddur. A.index metodu. Məsəl üçün hər hansı bir elementin indeksinin tapılması. Tutaq ki, deyirəm burada 525 verəcəm. 525 verəcəm və print A eləyəcəm. Baxın, burada bir məsələ diqqətli olaq. Mən indi ekrana run etsəm, ekrana sadəcə A siyahısı çıxacaq. Bax, fikir ver. Sadəcə A siyahısı çıxacaq. Və deyərsən ki, biz bayaqdan məsələn A nöqtə reverse edirik, dəyişir, remove edirik, dəyişir, insert edirik, dəyişir. Bu niyə dəyişmədi? Çünki index metodu siyahını dəyişdirən bir funksiya daşımır özündə. O sadəcə elementin indeksini bizə qaytarmalıdır. Elementin indeksini qaytaranda siyahı dəyişirmi? Xeyr. Ona görə siyahı ilə A formasında qalıb. Buna görə də biz həmən indeksi məcburuq ki, hansısa bir dəyişənə mənimsədək. Çünki bu metodun təyinatı siyahını dəyişmək deyil. Reverse desən dəyişir. Sort desən dəyişir. Remove dəyişir. Del dəyişir. Nə bilim, insert dəyişir. Append dəyişir siyahını. Amma index elementin indeksini bizə qaytaran bir şey siyahını dəyişmir. Ona görə də biz onu hansı bir dəyişəni mənimsətmək məcburiyyətindəyik və bunu da ekrana run etsək, A-nı run etmişəm. Görürsənmi? K-nı run edək. K-nı run edək və ekranda əlbəttə ki 3 nəticəsini görəcəyik. Çünki 525-in indeksi burada 3-dür. İndekslə eyni xüsusiyyət daşıyan bir metodu biz sizlə sətirlərdə öyrənmişdik. O da find metodu idi və find ilə bağlı məsələlərimiz necə idi? Gəlin onu bir xatırlatma eləyək. Çünki bunu da müqayisə eləyək, yəni indekslə. Məsəl üçün sadə bir şey. A bərabər salam. Birbaşa printdə yazıram. A nöqtə find. A sətrindən axtar. İndi printi düzəldərik. A sətrindən axtar. Məsəl üçün deyək ki, dırnaqda nəyi? Dırnaqda eli print eləyək. Deməli, dırnaqda elin də burada indeksi bizdə 2-dir və bizə 2 qaytaracaq. Bu bir məsələ. Yaxşı, print eləsəm A-dan nöqtə indeks dırnaqda eli. Axı dedik, indeks siyahı ilə sətirlə keçirmi? Gəl baxaq. Bəli, heç bir problem yoxdur. Demək onda belə başa düşürük ki, həm find, həm də index sətirlə işləyə bilər. Sətirlərlə həm find metodu, həm də index metodu işləyə bilər. Bu öz yerində. Fərqi. Fərqini də nümunə əsasında göstərəcəm. Deyək ki, yazıram ki, print chop et A-dan find elə dırnaqda z-i. A sətrindən Z simvolunun indeksini çap et. Axı A sətrində Z indeksi yoxdur. Biz də öyrənmişdik ki, sətirlərdə əgər yoxdursa bizə -1 verəcək. Find tapmayanda bizə nə qaytarır? -1 qaytarır. İndi deyirəm ki, print chop et. A sətrindən Z-in indeksini bunları da alaq şərhə və run edirəm. Amma A-nı da elədik. Qoy A-nı bir də təkrar yazaq. Dırnaqda salam. Və bu formada və run edirəm və bizə nə verir? Substring not found. Alt sətr tapılmadı. Demək ki, indeks tapmayanda bizə nə verir? Error verir. Amma find -1 verir. Bu digər bir məsələ. Yaxşı, sətirlərdə bunların fərqini anladıq. Gələk siyahılara.
Siyahılarda indeks tapmasa bizə nə verəcək? Ona baxaq. Ona baxaq. E, Gəlirəm bura. Elə burada yazaq onu. Burada yazaq onu. Məsəl üçün deyirəm ki, çap et, print A siyahısından, A siyahısından kvadrat mötərizə, A siyahısını şərhdən çıxardım formada. Deyirəm ki, A siyahısından çap et. Burada olmayan bir element verək. Deyək ki, 2563 və A nöqtə find eləyək də, burada indeks eləyək daha doğrusu. A nöqtə indeks. A nöqtə indeks. 2563-ün indeksini ekrana çap et və burada yoxdur. Və run etsək, yenə də error. Error. Demək ki, indeks tapmayanda bizə nə verir? Error verir. Bu da öz yerində. Amma biz burada şeyi səhv yazmışıq. Bunu belə yazaq da. A nöqtə indeks belə olsun. İndeksin yazılma qaydası. Yəni yenə də onsuz da errordur, amma erroru düz verək də. Error bayaq yanlış error vermişdi. O sintaksis xəta idi. X not in list. X not in list. Listə yoxdur. Yəni yenə də errordur öz yerində, amma erroru belə verməkdir bizə. X not in list errorunu vermək. Demək ki, indeks tapmayanda bizə error verir. Yaxşı, bəs find siyahı ilə işləyirmi? Find siyahı ilə işləmir gözəl insanlar. Find siyahı ilə işləmir. Siyahı ilə ancaq indeks işləyir və tapmayanda error verir. Sətrindən həm find, həm də indeks işləyə bilər. Fərqlərini də burada qeyd elədik. Bu da öz yerində. Elə bu erroru görmüşkən bir şey də xatırladım, onu da qaydaq istəyirsiniz qeyd eləyək, sonra yaddan çıxmasın. O nədir? Məsələn, biz bayaqları remove dedik də, bilmirəm onu dedik yoxsa yox, yenə də qaydaq baxaq. Və burada remove metodumuz var. İlk rast gələnəni silir dedik və s. izah elədik. Yaxşı, birdən biz belə versək, bax, belə bir siyahı verirəm. Elə burada yazım ki, sonra sizə göndərəndə ardıcıl baxanda çaşmayasınız. Belə bir şey yazıram və deyirəm ki, A.remove, A-dan sil 1452-ni və print A. Axı, A-da 1452 yoxdur. Elədir? Ona görə run etsəm, bax, eyni error, x not in list erroru burada görünəcək bu formada. Yəni, bir error ekrana çıxacaq. Erroru gördüm, yadıma düşdü ki, bunu deməmişik. Bu formada x not in list, yəni bir error verəcək. Bu da öz yerində. Qayıdıram mən siyahılarla bağlı metodlarımızdan. Digər bir metodumuz countdur. Məsəl üçün bir siyahı götürək buradan yenə də. Elə bu A siyahısını götürürəm bu formada və deyirəm ki, K bərabərdir. A.count. A-dan say. Nəyi saysın? Məsəl üçün elementi verək də. Bura biz element verməliyik. A-dan saysın. Məsələn, deyək 36-ları və print K. Bu da əlbəttə ki, bizə 2 qiymətini qaytaracaq. Verilmiş elementin sayını qaytarır. Bu metod bizdə sətirləri də var idi. Eyni ilə siyahı üçün də keçərlidir və fikir versən yenə də bir dəyişənə mənimsədərək yazmaq lazımdır. Çünki siyahıdan hansısa bir elementin sayının tapılması siyahını dəyişdirmir gözəl insanlar. Ona görə də bir dəyişəni mənimsədərək qeyd olunmalıdır. Bu da bir digər məsələ siyahılarla bağlı. Siyahılarla bağlı başqa nə demək olar? Başqa bir neçə funksiya da var. Onlardan da gəlin bir neçəsini deyək və bununla da siyahı ilə bağlı olan danışıqlarımızı yekunlaşdıraq bu dəfəlik birinci hissəni. Məsəl üçün, sadə funksiyalardan biri. Siyahının elementlərinin cəmi. Deyək ki, print birbaşa printdə verdim. Print sum A. Print sum A, sum funksiyası bizə Excel-dən də bəllidir. Ədədlərin cəmlənməsinə xidmət edir və belə bir sum. Hər halda biz yoxlamayaq. Düz olar. Belə bir nəticə ekrana vermiş olacaq. Bunu hər hansı bir dəyişənə mənimsədərək yazmaq lazımdır. Əlbəttə ki, məsələn, K bərabərdir sum A print K. Mən birbaşa sum'ı printin daxilində verdim. Bu öz yerində. Yaxşı, bunu bildik. Demək ki, siyahının elementlərini cəmləyir. Yaxşı, birdən siyahının elementləri dediyimiz elementlər ədədlərdən ibarət olmazsa, elə bir siyahımız bizim yuxarıda var idi. Məsəl üçün, belə bir siyahı götürək buradan və bir dəyişənə mənimsədərək yazaq. Məsəl üçün, yazıram ki, B bərabərdir. Belə bir siyahı print çap et sum B. Və bu halda bu formada yazarıqsa, bunu atıram şərhə.
bizə error vermiş olacaq gözəl insanlar. Çünki samın təyinatı ədədləri cəmləməkdir. Bu bizə bir error verəcək. Bəs deyərsən ki, biz axı bayaq dedik ki, sətirləri toplamaq, birləşdirmək olar. Bəli, plus işarəsi ilə birləşdirmək olar. Onu bayaq dedik. Amma sam təyinatı ədədləri cəmləməkdir. Əgər birləşdirmək olsaydı, onda burada da cəmləyə bilməzdi. Burada da onda error verməli idi. Çünki ədədi ədədlə toplama eləyəndə, əgər funksiya birləşdirmək olsaydı 14, 26 o əmələ gəlməyəcək axı. Ədədlə ədəd toplayanı bunu toplayıb qiymətini verməlidir. Ona görə də samın təyinatı ədədləri cəmləməkdir. Başqa hər hansı bir tip olarsa, əlbəttə bizə nə verəcək? Error verəcək. Bu da öz yerində. Siyahı ilə bağlı başqa bir funksiyamız, sadə funksiyalardan biri, hansı ki biz bunu sətirlərdə demişik. Bu da print birbaşa deyirəm, max A. Siyahının ən böyük qiymətinin, ən böyük elementinin tapılmasıdır. Bu öz yerində 525 və yaxud da print minimum A bu formada versək, ekrana -36 çıxacaq. Bu da öz yerində. Və burada indi bir məsələ var. Biz sizlə keçəndə sətirləri dedik ki, max min funksiyası sətirlə də işləyir. Sətirlə də işləyir. Məsəl üçün, qısaca bir xatırlatma eləsək, deyək ki, A bərabərdir dırnaqda salam, print çap et max A-nı. Yaxşı, bu S, A-lı, A-manın maksı necə ola bilər ki, yenə də hansı kod sisteminə görə, simvollarını ASCII kod sistemində olan mövqeyinə görə. Və burada əlifba ilə baxsaq, hamısı balaca hərflərdir. Ən sonda gələn S hərfi olduğuna görə əlifbada ekrana nəticə olaraq nə çıxacaq? S hərfi çıxacaq. Demək ki, sətirləri, simvolları müqayisə etmək mümkündür və simvolunda maksimum minimum tapmaq mümkündür. Onda belə çıxır ki, əgər bizim siyahımız sətirlərdən ibarət olan bir siyahı olarsa, bu formada burada heç bir errorla biz qarşılaşmayacağıq. Məsələn, max b-ni ekrana versək, baxacaq sətirlərin simvollarının ilk simvollarına 1, K hərfi balacadır və balacası əlbəttə ki, ekrana salam çıxmalıdır. Çünki balacası əlifbada daha sondadır ASCII kod sisteminə görə. Zaten bu işləməsəydi max, biz bayaq heç sort funksiyası da eləyə bilməzdik. Çünki sort nə edir? Azdan çoxa doğru düzür. Müqayisə eləməsi necə düzə bilər azdan çoxa? Biz bayaq gördük ki, sətirləri də biz sort edə bilirik. Əgər sort edə bilirik, demək ki, onu max-da bilirik. Demək ki, onun minimumunu da bilirik. Əlbəttə minimum burada bir simvolu, bir rəqəmi ilə başlayan ASCII kod sistemində ən birincisi budur əlbəttə ki, burada yazılanlara nəzərən. Ona görə də doğru cavabımız 1452 olacaq. Demək, max və min sətirlərlə də işləyə bilir, ədədlərlə də məlum məsələ işləyə bilir, amma sam yalnız ədədlərdən ibarət olan siyahı üçün işləyir. Yaxşı, siyahının hər hansı bir elementi, məsəl üçün deyək ki, belə bir siyahı verək, 425 dırnaqda salam və məsəl üçün 3,63 belə bir siyahı versək, necə ki, bayaq bu siyahı ilə biz sort edə bilmədik. Niyə? Çünki ədədlə sətri müqayisə etmək mümkün deyildir. Ona görə də müqayisə etmək mümkün deyilsə, onda onun minimumunu tapmaq mümkün deyildir. Yenə də bizə bir error vermiş olacaq. Demək, max min funksiyalarını işləməsi üçün elementlər ya hamısı ədəd tipində olmalıdır, ya da hamısı string tipində olmalıdır. Biri string, biri ədəd qarışıq olsa, yəni tamla float, intlə float da olsa problem yoxdur. Yenə də ədəddir, müqayisə oluna biləndir. Amma string float olsa, eyni qaydada həmən formada biz erroru almış olarıq. Bu da siyahılarla bağlı funksiyalardan bəziləri. İndi mən gəlirəm kitabımıza və kitabımızda siyahılar alt bölməsi Pythondan 119-cu səhifədə başlayır. Siyahılar alt bölməsi Python'ın və biz bax bu hissəni sizlərlə danışdıq. Bu hissəni sizlərlə dərsin müddətində izah etdik. Hələ ki dövrlərdən bu dəfəlik danışmamışıq. Hələ ki list funksiyası danışmamışıq. Sum, max, min izah elədik. Nümunələr öz yerində. Metodların düşünürəm ki, hamısını biz danışdıq. Bax, bunları danışdıq.
Və son olaraq bir neçə şey də burada var, joint split. Bunlar da növbəti dərsə, yəni siyahılar mövzusunun ikinci hissəsinə aid olacaq. İnşallah növbəti dərsdə danışacağıq. Burada siyahılar barəsində danışığımın ilk hissəsini yekunlaşdırıram bu formada.